Saat əqrəbi dəqiqə əqrəbindən 2 dəfə qısadır. Əqrəblərin uc nöqtələrinin təcillərinin nisbətini hesablayın. Deməli, burada əqrəblərin uzunluqlarının müqayisəsi verilib, yəni radiusu götürə bilərik və saatın əqrəblərinin periodlarını əzbər bildiyimizə görə ya da əzbər bilməli olduğumuza görə mərkəzə qaçma təcili üçün bu düsturdan istifadə eləyəsik. A bərabərdir 4 pi kvadratı r bölünsün t-nin kvadratı. Bunu hər iki əqrəb üçün yazaq. Deməli, dəqiqə əqrəbinin saat əqrəbinə nisbəti olacaq. Deməli, 4 pi kvadratı r dəqiqə bölünsün t dəqiqənin kvadratı bölünsün 4 pi kvadratı r saat bölünsün t saatın kvadratı. Burada 4 pi kvadratlar ixtisar olunacaq. R dəqiqə bölünsün t dəqiqənin kvadratı vurulsun ikinci kəsrdə tərsinə vuraq. T saatın kvadratı bölünsün r saat. İndi burada qeyd olunub ki, saat əqrəbi dəqiqə əqrəbindən 2 dəfə qısadır. Deməli, əksinə də dəqiqə əqrəbi saat əqrəbindən 2 dəfə uzun olasıdır. Yəni, bura r yazdığımızda bura 2r yaza bilərik. Bura r, bura 2r. Dəqiqə əqrəbinin dövr etmə periodu 1 saat, saat əqrəbində dövr etmə periodu 12 saat. Bu 60 dəqiqədir. Bunun ilə eyni saatla olsun deyə 1 saat deyirik. Yəni 1-in kvadratı, surətdə də 12-nin kvadratı olmuş olacaq. R-lər ixtisar olunacaq. 2 vurulsun 144. 288 D bəndi.